Tamam o zaman başlayaq. Ezənci müəllimə, deməli nə baş verir? Biz keçən dəfə Monqolların ikinci görüşünü yekunlaşdırdıq. Deyir günlərin bir günü Böyük Monqol hökmdarı, söhbət ana dövlətdən gedir. Münki xan qardaşı Hülaki xanı yanına çağırır ki, bəs get, bəzi ərazilər var ki, onlar bizim itaətimizdən qaçır. O ərazilər bizə tabe et. Əslində Hülaki xan gəlib həmin əraziləri tabe etməli idi. Yeri gəlmişsə, Hülaki xan məsələsində biraz vəziyyət çətinləşir. Hərdən özümüzə sual veririk ki, görəsən biz bu Hülakiyə dövlət yaratmamışdan qabaq xan deyək, yoxsa dövlət yaradandan sonra xan deyək. Mənə elə gəlir ki, buna həmişə xan demək olar. Çünki Çingiz xanın nəslindən olanlar onsuz da xan titulu daşıyırdılar. Hülaki xan isə səhvə yol verdi, belə desək, sanki Çingiz xanın o yasalarını çeynədi. Və nəzərdə tutulmayan növbəti bir dövlət yaratdı ki, bu dövlətin adı Hülakilər dövləti idi. Hülakilər dövləti yarandı 5-ci Monqol Usta deyirik, Elxanə də deyirik və yaxud gələcəkdə belə desək, Çobanilər də bunu davam etdirəcəklər. Belə. Hülakilər dövləti Zəngin müəllimə mərkəzləşmiş dövlətdirmi? Bəli, mərkəzləşdirilmiş Bəli. dövlətdir. Bütün Azərbaycanı hakimiyyəti altında birləşdirib. Paytaxtlarını zəhmət olmasa bizim üçün bir daha deyin. Marağa, Sultaniyə, Təbriz. Bəli, Marağa ilk dəfə hansı dövlətin paytaxtı olmuşdu? Marağa ilk dəfə Sacilərin Bəli, paytaxtı olmuşdu. Sultaniyə ilk dəfə hansı dövlətin paytaxtı olmuşdu? Sultaniyə ilk dəfə Hülakilərin. Bəli, deməli Hülakilərin dövründə başqa hansı şəhər salınmışdı Sultaniyədən başqa? Mahmudabad. Mahmudabad şəhəri salınmışdı. Bəli, tamamilə doğrudur. Hülakilər dövlətində deməli Azərbaycanın şimal sərhədlərinə yenə üstünlük verilməsi var. Dərbənd sərhədinin falan belə deyim, yenidən bərpa işləri var. Monqol dəstələrinin orada yerləşdirilməsi var. Və orada Azərbaycanın hakimi kimi Yuşmut verilib, Arran hakimi kimi. Arran hakimləri kimi biz Eldənizi də tanıyırıq, Yuşmutu da tanıyırıq. Və Hülakilər dövlətinin yaranması ilə Azərbaycan kimin yürüşlərinə məruz qaldı? Qızıl Ordalıların yürüşünə məruz Bəli. qalıb. Elə ona görə də ilk Qızıl Orda Hülaki savaşları məhz kimin dövründə başladı? Hülaki xanın dövründə. Hülaki xanın dövründə başladı. 1263-də deyəsə əvvəlki kitablarda elə Bəli, verilir. Bərkə xan dövründə. Və adətən görürük ki, bütün Hülaki Qızıl Orda savaşlarının hamısında əksəriyyətində kim qalib gəlir? Əksəriyyətində elə Hülakilər. Hülakilər. Bəli, amma sonda sanki bir Qızıl Sonda Ordanın isə zərbəsini, Qızıl Orda. bəli, görürük. Monqol yürüşləri içərisində deyərdim ki, bəlkə də ən az zərbə aldığımız yürüş 3-cü yürüşdür. Çünki 3-cü yürüşdə nisbətən mərkəzləşmiş bir dövlətin tərkibinə daxil oluruq. Neçənci də Hülaki xan Bağdad xilafətinə də son qoyur. 1258-ci ildə. Bəli, bundan sonra İslam yetim qalmağa başlayır bir növ desək, 13-cü əsrdən ona görə də müxtəlif cərəyanlara bölünür ki, həmin cərəyanlardan biri də Ərdəbildə meydana gəlmişdir. Əslində deməzdim o Ərdəbildə meydana gəlib, ondan qabaq da həmin cərəyan var idi, amma Ərdəbildə öz əksini daha geniş şəkildə tapır. Olsun. Bu belə. Başqa orada nə deyə bilərik? İlk hökmdar Hülaki xandır, ikinci hökmdar isə Kitablarda ikinci Qazan xanım. Abaqa xanı verirlər. Qazan xan ilk hökmdarlar sırasında getmir, onu 6-cı hökmdar kimi elə belə diqqətimizdə saxlayaq. İndi elə bir şey yoxdur da. Bəli, verilmir. Amma nəzərə alsaq ki, Hülaki xanı 1200, belə deyim, 58-1265 veriblərsə, Qazan xanı 1295-dirsə, hələ də Qazan xanı ilk hökmdarlar sırasına daxil Düzdür, edilsə əvvəl daha Abaqa xanı idi. Bəli, Abaqadır, ondan sonra biz bilirdik, nə bilim, Bayduydu, Keyxatuydu, Təkudar idi və s. və ilaxır, çox idi. Aha, Əhməd Təkudar falan. Gəldik nəyə? Qazan xan özünü harda hökmdar elan etdi? Qarabağda padşah Qarabağda. elan etdi. Bəli, Qarabağda padşah elan etdi. Özündən əvvəlki hökmdardan fərqli olaraq yerli feodalları Üstünlük verir. bəli, İslam dinini qəbul eləyir. bəli, köçəri Monqol feodallarını sıxışdırır. Müqavimətini qırır, elə ona görə də ona qarşı sui-qəsd təşkil edirlər. Üsyanlar baş verir və bu üsyanları o yatırda bilir. Və Bəli, dövlətindən yaxşı möhkəmləndirir. mərkəzi hakimiyyəti möhkəmləndirir. Belə ona görə də onun dövrü Hülaki dövlətinin dağınıqlığının sonu. Bəli, tamamilə doğrudur. Vəziri kim idi onun? Fəzlullah Rəşidəddin.
Bəli, həm onun, həm də qardaşı Məhəmməd Olcaytın dövründə vəzir olubdur. Bu məsələni də bilmiş olduq. Başqa orada həmin o yerli feodallar məsələsinə baxanda, yerli feodallar əslində sıxışdırılmaya başlanıb 1239-dan 1239-1256-cı. bəli, Bəli, yəni o Monqollar vaxtdan Azərbaycanı başlayır. işğal etməyəndən. Bəli, Düz o vaxtdan Qazanxana başlayır. qədər yerli feodallar sıxışdırılmışdı. Tamamilə doğrudur. Ecancığım Vassal elə Qazan xan, asıllığına salınmışdı. bəli. Elə Qazan xan islahatlarını sizdən soruşum, ondan da yekunlaşdıraq. Qazan xan hansı islahatı tam uğursuz oldu? Məhkəmə islahatı yanlış Ha, keçirildi. bəli. Hansı islahatı 2 il həyata keçirildi? Rabitənlə ticarət. Əsasən rabitə islahatı. Hansı islahatına görə alqı-satqıda nizam-intizam yarandı? Bu məhkəmə islahatına Bəli, aiddir. bayaq dedik, adam, amma ağlımıza ticarət gəlir. Hansı islahatına görə qopçur vergisi ləğv olundu? Dini islahatına görə, amma onda 13-cü əsrin sonunda Bəli, çünki adam göstərir. İslamı qəbul etdirsə, buna imkan vermədi. Ona qədər isə Monqollar bütpərəst idi. Hansı islahatına görə həmin xidmət sahəsində işləyənlər artıq cəmaatın evində qala bilməzdilər, cəmaatı incidə bilməzdilər? Bu rabitə islahatı. Rabitə islahatıdır. Hansı islahata görə yamlar yaradıldı? Bu da rabitədir. Vahid pul, ticarət, gömrük toplanmasının qaydaya salınması, Bu da ki, ticarət islahatı. iltizam sisteminin ləğv edilməsi vergidə. Bu da vergi islahatı. Aha. İndi 100% əminəm ki, siz mənim E, cümləmə fikir vermədiniz. Ona görə belə deyim də, yanlış cavab verdiniz. Amma cümləmə fikir vermədiniz. Diqqətli olaq, bu adam vergi sistemində iltizam sistemini ləğv edə bilməyib. Bəli, mən də baxdım bura. Aha. Həm Sadəcə vergi tez, bəli, toplanmasını bəli, Mərkəzi bəli, Divana həvalə. bəli, Mərkəzi Divana tapşırır. Amma Əyalət vergiləri, hakimlərinin yəni əlindən alır. Çünki şeyi onlar verir axı əyalət hakimləri bəli, iltizam. bəli, vergilərin icarəyə verilməsini ləğv edə bilmir. Sadəcə olaraq müddətini aşağı salır. Hansı islahatına görə qazilərin səlahiyyətlərini məhdudlaşdırır, yox, müəyyənləşdirir? Bu da məhkəmə islahatıdır. Bu da məhkəmə Ədalət din islahatıdır. xadimlərinin seçilməsi. Bəli. Qazan xanın torpaq islahatı keçirməkdə əsas məqsədi nə idi? Monqol qoşununda xidmət edənlərə torpaq sahəsinin verilməsi. Hansı üç torpaqdan kəsib paylayırdı? İqta, İncu, bir də Bayrat. Aha, deməli İnzudan, Divandan və Divan, bir Bayratdan. də Bayratdan. Bəli, bunlardan kəsib verirdi İqta. Zaten İqta sözünün mənası kəsib verməkdir. Kəsib vermək. Aha, bu belə. Onun verdiyi iqtaları almaq, satmaq, bağışlamaq olardımı? Xeyr. Hansı halda atanın iqtası oğula keçə bilərdi? O oğul o işi davam elətdirərdisə. Bəli, neçəncə kəndlərin bir yerdən başqa yerə köçməsi qadağan edir. 1303. Amma buna baxmayaraq yenə də bizə təhkimçinin Yenə olmasını yəni demirlər. ki, Bəli. bu çox İqta görünür. keçdikcə iqtanın içindəki kəndlilər, suvarma texnikası hamısı falan keçirdi. Qazan xanın, bəs Qazan xan hansı torpaqları, belə deyim, kəndlilərin istifadəsinə vermişdi? Bu da Bayrat torpaqları. Bəli, sahibsiz qalmış torpaqları kəndlilərin istifadəsinə, Xosrov və Şirvan isə hərbiçilərə verilmişdi. Ümumiyyətlə, Monqollar dövründə hansı 3 yeni torpağımız gəlibdi? 3 yeni torpaq adı, belə deyək. 3 yeni yox, 2 Bəli. yeni torpaq adı. 2 Bayratla İncu. Bayratdan İnzuya. Demək olar ki, Monqollarla gəlib, Monqollarla da gedibdi. Bəs hansı vergilər gəlib? Qopçul, Tamğa, Bac. Bəli. Bacı əsasən burada eşidirik, amma belə deyək də, yəni bacı bu gün də Bac var o da. vaxt Sasanilərin dövründə olmuyor, Yəni qədimdə bacı belə. həmişə olub, o gömrük rüsumu kimi olub. Çünki o vaxt çoxdan yadımdadır, bu Sasanilərdə də işlənib Bəli, Bac. bəli, var idi, var idi. Tamğa neçənci əsrdə deməli yarandı? 13-cü əsrdə yarandı. Nə vaxta qədər mövcud olacaq? 1565-ci ilə qədər gedəcək. Bəli, Birinci Təhmasib ləğv eləyəcək. bəli. Bəs kim onu ləğv etməyə cəhd Uzun, eləmişdi? uzun Həsən elə etmək istəmişdi, iri feodalların müqavimətinə görə bunu Bəli, indi edə Qopsuru bilməmişdi. da 13-14-də görürük. Əxilik nədir? Bu barədə də fikrimizi alaq. O da ki, sənətkarların birliyidir. Bəli, Hansısa ki, iri feodallara, digərlərinə özlərini qorumaq üçün yaranan bir birlik idi. bəli, 13-14-cü əsrlərdə. tamamilə doğrudur. Tamamilə doğrudur. Aha, çox təşəkkür edirəm. Çox təşəkkür edirəm. Növbəti sözü verək Lalə müəllimə. Əgər bizi eşidirsə. Bəli, Ceyhun müəllim eşidirəm. Lalə müəllimə, siz mənə deyin görüm Qazan xandan sonra kim gəlib hakimiyyətə? Deməli, Olcutay gəldi. Məhəmməd Olcaytı gəldi. Bəli, Paytaxtı hansı Olcutay. şəhərə köçürüb? Deməli, paytaxtı köçürdübdü Sultan
Sultaniyə şəhərinə məncə. Bəli, paytaxtı Sultaniyə şəhərinə köçürmüşdü. Elə Hı. təsadüf deyil ki, onun da məhz belə deyim iqamətgahı oraydı və eyni zamanda da Bəli. Məhəmməd Olcaytu türbəsi də Bəli, oradaydı. Bəli. oradaydı. Bəli. Aha, Məhəmməd Olcaytu sanki belə deyim də Qazan xanın o əkdiyi ağacların meyvəsini biçirdi. Bəli, Ona eyni görə də onun onun kimi üçün davam elətdirirdi. bəli, onun Bəli. üçün rahat oldu. Amma sonradan zaman keçdikcə artıq belə desək, Hakimiyyətdə oğlu, çəkişmələr, bəli, hakimiyyətə hərc-mərclik çəkişmələr baş verdi. Oğlu Bəli. gəldi hakimiyyətə. Bəli. Əbu Səid və Əbu Səid də Əbu Səid. gələndə Az yaşlı, 12 yaşında hakimiyyətə gəldiyinə görə hakimiyyəti Hı-hı. idarə edə bilmir. Ona görə Əmir Çoban yəni Bəli. Ona görə də Əmir Çoban idarəsini öz gəldi. üzərinə götürür. Bəli. Yeri gəlmişkən dərsi nizamı mən satmışdım da, görürdünüz orada, ha? Bəli mən. Aha, dərsi nizamı mən satmışdım. Tamam, olsun. Belə, 12 yaşda Əbu Səid gəlib və Əbu Bəli. Səid də təbii ki, idarəsini kimə tapşırmışdı o? Çobanlara, Əmir Çoban. Çobanlara tapşırmışdı. Deməli, Çobanların Azərbaycanda 2 ağalığı olub, neçənci illərdə? Deməli ilk ağalığı olubdu 1338-dən başlayıb əslində. Amma elə Əbu Səidin dövründə Əmir Çobanla 16-dan götürür. Bəli. Bəli, Əmir bəli. 38-dən başlanır əslində qalsa 1357-ci ilə 16. qədər davam edir. Amma 1316-cı ildə rəsmi şəkildə elə Əbu Səid olduğuna görə Bəli. sadəcə onlar idarə üsulunu həyata keçirdiblər. Yəni keçək oradan buradan suallara. Çünki mənim yadıma düşdü ki, mən dərsi nizam vermişəm. Ehtiyac yoxdur onun yerdən nizama. Planşet üzərindən çəkib mən o izahatı satmışdım. Aha. Gəlin sizə Şirvanşah hökmdarlarından sual verim. Hansı Şirvanşah hökmdarı Monqolların ikinci yürüşünü görmüşdü? Hansı Şirvanşah Monqolların ikinci yürüşünü görmüşdü? 3-cü Fərubruz, bir də 2-ci Axistan. Vəssalam, 3-cü Fərböz, ay sağ olun. Bəli. Çünki maraq üçün deyim, adamın hakimiyyətləri 1225-1243. 1242. Bəs Monqolların 3-cü yürüşünü görən? Monqolların 3-cü yürüşünü görən 2-ci Axistan idi. Onun da hakimiyyəti 1243-1260. Əla. Hansı Şirvanşah hökmdarı Azərbaycanı birləşdirməyə ilk cəhd eləyib? İbrahim, 1-ci İbrahim ilk cəhd etdi. Yox, cəhd eləyib, cəhd. Cəhd edən Kavus ibn Keybubat. Bəli. Çünki o Təbrizə yürüş etdi. Bəli, o da ki təbii ki Cəlalilər dövlət tərəfindən geri otuzduruldu. Hansı Şirvanşah hökmdarı Muğanı tabe etmişdi? O sonuncu artıq sonuncu Şəng. Sonuncu Huşəng, bəli, yəni sonuncu Kəsrani. Bəli, Yaxşı, sonuncu Kəsrani. olsun. Hansı Şirvanşah hökmdarıdır ki, Qaraqoyunlara qədər vermişdim. Yaxşı, biraz da abidələrdən sizə suallar verə verək. bilərsiniz, bəlkə bilərəm. Yox, onu qatışdırmayaq. Abidələrdən sual verəndə nələr deyək? 14-cü əsr türbələri hansılardır? Bərdə türbəsini qeyd edə bilərik. Sonra Bərdə türbəsi, Gülüstan, Gülüstan türbəsi, bəli. Bərdə türbəsi, Gülüstan türbəsi. Qarabağlar türbəsi. Qarabağlar, Naxçıvanda Qarabağlar türbəsi, bunu da qeyd edə bilərik. Qarabağlar türbəsinin ikinci adı Başdaq türbəsi və bir də Məhəmməd Olcaytu türbəsi. O da Sultaniyə şəhərində idi. O da Sultaniyə şəhərində, tamamilə doğrudur. Bəs 13-14-cü əsrin qalaları? 13-14-cü əsrin qalaları deyirik ki, Mərdəkanda sadəcə olaraq dairəvi qala, Ramana qalası, Nardaran qalası, Bayıl qalası, bunlar qala olaraq qeyd olunur. Bəli. Ərk qalası da var, Təbrizdədir. Ərk qalası da Təbrizdədir. Nardaran qalası 13-cü əsrdir. Bəs Nardaran məscidi? Nardaran məscidi 12-ci əsrdir məncə, müəllim. Yox. 17-ci əsr deyil. Səfəvilər dövründə olacaq. Bəli, 17-ci əsrdə bəli olacaq. Bu belə. Kasamız hal-hazırda harda saxlanılır? O şeydə Ermitaj muzeyində. Viktoriya Albertdə. Albert. Bəs Tiyanımız harda saxlanılır? Məncə o Ermitaj muzeyində. Köhnə kitablar Ermitaj deyildi. Mən də bir dəfə gedib Ermitaja saatlarla gəzmişdim orada o Tiyanı. Sonra mənə dedilər ki, yox, onun yeri dəyişdirilibdir. Doğrudan onu soruşacaqdım. Qazaxıstan verirlər indi. Bəli. Amma kitablar da verəcəyim müəllim. Köhnə kitablar verir Ermitajı. Peterburg. İndiki Yeni kitablar indi. Bəli, Qazaxıstan verir. Qazaxıstan verir. Təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram. Sonra keçən dəfə hansı müəllimimizə söz verməmişdik? Bax, keçən dəfəki dərsimizdən. Zəhmət olmasa mikrofonu açsın və desin ki, mənlə davam eləyək. Hansı müəllimimiz? Mən cavab Adını? Həmdiyə müəllim. Həmdiyə müəllim. Tamam. Mən ekrandayam. Ona görə Zoom-a qaydanmıram.
Lap yaxşı əziz insan. Davam edək. Toxtamışın Azərbaycana yürüşü neçənci də baş verdi? Toxtamışın yürüşü, Hı. Əmir 1385. 1385. 1385, düzdürmü? 85. Hı -hı. Hansı şəhəri hiylə ilə tutdu Toxtamış? Təbrizi, Təbrizi. Bəs Toxtamış 3 il bundan qabaq hansı şəhəri eyni hiylə ilə tutmuşdu? Amma Azərbaycan şəhəri deyil. Moskva. Moskvanın. Bəli. Moskvanın eyni hiylə ilə tutmuşdu. Tamam. Toxtamış bəs niyə Azərbaycanı tərk elədi? Qarabağda qoşunu yığdı, tərk elədi. burada Əmir Teymurla Teymur qarşılaşdı. gəlirdi. Teymur gəlirdi. Bəli, Teymur gəlir. Teymur neçənci ildə ilk yürüşünü etdi? 1386-cı ildə birinci yürüşü, 1392-ci ildə ikinci yürüşü, 1399-da da üçüncü yürüşü. Çox gözəl. Teymur birinci dəfə gəlib gedəndə Azərbaycanın idarəsini kimə tapşırdı? Birinci yürüşdə oğlu Miranşaha, yox. Oğlu Miranşaha tapşırdı. Bəli. Bəs ikinci yürüşdə kimə tapşırmışdı? İkinci yürüşdə Yenə də oğlu Miranşaha tapşırmışdı. yenə də oğlu Miranşaha. Bəs üçüncü yürüşdə kimə tapşırmışdı? Üçüncü dəfə Qarabağda məskən salmağa çalışır. Şəki hakimi Seyidi Əhmədlə Seyidi Əhmədlə desəm yox. Müəllim, o hissəni unutmuşam. Hə, problem yoxdur. Bilmirəm, 1405-də Ömər yoxsa Bəli, buranı Yox, tutub çıxandan sonra Ömərlə. 1405-də vəfat eləyir. Ömərə 1400-cü tapşırıb ildə gedir. Ömərə tapşırıb gedir bu əraziləri. Yaxşı, olsun. Olsun. Belə deyək, hansı Gürcü hökmdarı da Əlincə qalasının tutulmamasına çalışırdı və ora kömək göndərirdi? David 7-ci Georg. 7-ci 7-ci Georg, bəli. Bəs 1405 və 1412-ci illərdə Şirvanşahın müttəfiqi olan Gürcü hökmdarı kim idi? Konstantin. O isə, bəli, Konstantin idi. Konstantin. 1344-də Təbrizdə baş vermiş üsyanın səbəbi nə idi müəllimə? Məlik Əşrəfin hakimiyyəti dövrüdür Məlik bu. Əşrəfin zülmü, bəli. Bəs 1406-da Təbrizdə baş vermiş üsyanın səbəbi nə idi? Vergilər həddən 1406-cı ildə Teymur zülmü. Teymuri Teymura qarşı zülmü. zülmə artıq Bəli. Həm deyim anla, Cəlalilər dövləti harda yaranmışdı? Cəlalilər dövlətinin hakimiyyəti dövrü 1340-1410-cu illərdir. Paytaxtı əvvəl Bağdad, sonra Təbrizdir. Məsələn, aydındır. Deməli, İraqda yaranıb, Azərbaycanda yaranmayıbdır. Bu məsələdə ehtiyatlı olaq. Hansı döyüşdən sonra artıq Toxtamış Teymur üçün rəqib kimi qalmadı? Hansı döyüşdən sonra? 1391. 1395 Terek döyüşü, düzdürmü? Gücünə saxlaydıq özümüzü. Nə ki- Keçən vaxt anlamısınız deyə səsinizi çıxarıb bildim. Əstəğfurullah. 1395 Terek döyüşü. Müəllimə lap yavaşcadan deyir. Hə, Mən Evet. keçən dəfə almışam. hə. Mən güclə saxlamışam. Bəs Yox, deyim müəllim, anla. müəllim düz Həm deyir. də- Kimsə kənardan deyəndə adam yadında da saxlaya bilmir. Həm yadda Açığı saxlayan bir, həm də dərhal tez cavab verməyə Fikirləri çalışsan ki, dərhal tez cavab verməyə çalışsan ki, bu dəqiqə kimsə deyəcək. Aha. həm də adamın Hansı- fikirləri qarışır. Yaxşı, həm deyəm amma belə bir sual verim. Hansı Evet. döyüşdən sonra demək olar ki, Əmir Teymurun müsəlman dünyasında rəqibi qalmamışdı? Səhv etmirəmsə bu Sədrut döyüşü idi. Yox, yox, bir də. Sədrut döyüşündə Qulaq asın. səhv etdim. Bu Burada döyüşdən sonra Əmir Teymurun müsəlman aləmində rəqibi qalmadı. Ay müəllim, mən deyim. Ankara'da. Ankara döyüşü deyil ki, müəllim bu. Bu Səhv Ankara etmirəm. döyüşü. Bəli, tamamilə 1402-ci ildə Osmanlılarla olan Yıldırım Bəli, Bayezidlə bəli, olan Ankara bəli. döyüşü. Bu həm də Osmanlı tarixində onların ilk belə deyək də məğlubiyyət bəlkə də hesab oluna bilərdi. Osman demək olar, bəli. Özə o döyüşün çox maraqlı bir əlavə adı var. O döyüşə kör topal döyüş də deyirlər. Çünki bəzinin gözü zəif Hə. görürdü. Teymur da Birinin nisbətən də ayağı axtar gördü. götürdü. Ona görə, bəli. Birinci İbrahim 1405-ci ildə Kür döyüşündə qalib gəldikdən sonra hansı ərazilərin xeyli hissəsini tutdu? Ümumiyyətlə Kür Azərbaycanın döyüşündən cənub- qabaq daha doğrusu.
Kür döyüşündən qabaq Azərbaycan Gəncənin və cənubları. Qarabağın xeyli hissəsini tutdu. Həm deyirəm, amma sizin fikrinizcə Ərdəbil hakimliyinin Teymurilərə qarşı vuruşduğu ilk döyüş kimi hansı döyüşü götürə bilərik? Təbrizdə olan döyüşü. Mən deyim. Kürdə olan döyüş. Kür döyüşü, 1925-ci 1400. ildə, bəli, Kür döyüşü olanda orada İbrahim Dərbəndi qalib gəlir. İbrahim Dərbəndinin müttəfiqləri Gürcü, Şəki, Gəncə, Ərdəbil hakimləri. Oyrət sülaləsi harda hakimiyyətdə oldu? Şəki ərazisində. Şəki ərazisində. Oyrət sülaləsinin mənşəyi Oyrət sülaləsinin mənşəyi Teymurilərdən. Monqol, hamısı Monqoldur. Oyratda, Çobanilər də, Cəlalilər də, hamısı Monqol mənşəlidir. Həm deyəm, Marağa rəsədxanası neçəncə tikildi? 1356-dır. 1259. Aha, 1259. Bəs Şamqazan rəsədxanası? Bəli, mən bunu sualda da səhv eləmişdim. 14-cü əsrin əvvəli. 14-cü əsrdədir. 14-cü əsr Marağadır. Bəli, harda? Təbrizdə. Ehtiyatlı olun. 1259 Marağadır, Şamqazan 14-cü əsrdə. Təbrizin Şamqazan məhəlləsi. Yaxşı, oldu həm deyəm, təşəkkür edirik. Məncə hər şey qaydasındadır. Sağ sonra bir balaca tez cavab Yox, verə müəllim, bilmərik. qaydasında deyil. O da zaman düzələcək. Düzələcək. Sonra keçən dəfəki dərsimizdən başqa Müəllim, mən. Lalə müəllimə? Sevinç müəllim. Sevinç Xəlilova. Gözəl insan. Deyirəm, sizdə belə ofisi səsi bağlamağa yer yoxdur. Hamımızın səsini bağlayasınız, biz danışan səsini saxlayasınız. Onu bağlayıram, amma sonradan siz yenə başlayırsınız danışmağa. Avtomatik olaraq onu gərək hər dəfə gələm sistemdən dayandıram. Çıxam. Çünki bəzən belə deyim, ağ vərəqdə nəsə izah eləməyə çalışıram. O istər-istəməz çətinlik yaradacaq. Belə. Sevinç müəllimə, belə bir sual verim sizə. Müsəlman dünyasının ilk mədrəsəsi hansı mədrəsə hesab olunur? Nizamiyə. Bəs ikinci mədrəsə? İkinci Uluqbəy. Yox, elə bizim mədrəsədir demək olar. Rəşidiyyə, eləmi? Rəb Rəşidi. Bəli, Rəb Rəşidinə hesab edirlər. Çünki Uluqbəy sonralar olur, 1440-larda olur, 40-ın axırlarında olur. Tamam, olsun. 13-14-cü əsrin tarixçilərindən kimlərin adını çəkə bilərsiniz bizə? 13-14-cü əsr tarixçi. Mən mədəniyyətdə nəsə kəsirəm də. Şərafəddin Şami. Fəzlullah Rəşidəddin. Fəzlullah Rəşidəddin. Nizaməddin Şami. Sonra Şərafəddin Əliyəzdi. Şərafəddin Əliyəzdi. Yazdı, bəli. Bundan başqa həm də coğrafiyaşünas və tarixçi olan Həmdullah Gəzmir. Bu məsələni bilir. Olsun. Mahmudabad şəhərini kim saldıdı? Qazan. Qazan xan. Bəs vaxtilə Abbasabad məhəlləsini kim saldıracaq sonralar? Birinci Abbas. Birinci Abbas saldıracaq, bəli. 13-14-cü əsrin əsas memarlıq şəhəri hansı şəhərimiz hesab olunur? Təbriz. Bəli. Bəs 12-ci əsr əsas memarlıq şəhərimiz? Naxçıvan. Desək ki, Gülüstan qalası neçənci əsr? Gülüstan qalası Şirvanda o 12-ci imtibar. Bəli. 12, bəli. Bəs desək ki, Gülüstan türbəsi neçənci əsr? O Naxçıvan, o 13-dür deyəsən. Bəli, 13-14-cü əsrlər belə gedir. Əslində 14-cü əsr verirlər türbələrə. Elxanilər dövründə 3 dənə vəzir olub. Hansı vəzirlərin adını çəkə bilərsiniz? Nəsrəddin Tusi, Rəşidəddin, bir də Rəşidəddindən sonra Onun oğlu deyil, sonra Hacəddin Əlişah. Onun oğlu gəlir Cəlal, amma Hacəddin Əlişah. O kimin vəziri olur müəllim? O Əbu Səidin dövründə olur, səhv etmirəmsə. Və Hacəddin Əlişah adına Əlişah məscidi var. Həmin onun adına idi. Əlişah məscidində ikinci adı. Bəli. Əlişah məscidində ikinci adı Ərş qalasıdır. Hirufilin banisi kim hesab olunur? Nəymi? Fəzlullah Nəymi, bəli. İnanmıram o yerdə qalan ədəbiyyat, mədəniyyət hissələri bizə düşsün. Gürcü hökmdarları silsiləsindən versək, hansı Gürcü hökmdarı
1123-24-cü illərdə Şirvana hücum etmişdi? David. David. Hansı Gürcü hökmdarı Akslanla dost olub, amma Atabək Şəmsəddin Eldənizdən düşman olub? Demetrdən sonra gələn. İkinci İkinci Georgi. Georgi. Üçüncü Hansı Georg. Gürcü hökmdarı Monqol yürüşləri zamanı Atabəylərlə dost olub? Nə idi onun adı? Özbəklə. Aha, dördüncü Nə idi onun adı? Georg. Bəli, Georg. Özbəklə dost olan. Bəli, dördüncü Georg. Hansı Hatta- Gürcü hökmdarı Kür döyüşlərində İbrahim Dərbəndinin müttəfiq olmuşdu? Konstantin. Bu Konstantindir. Hansı Gürcü hökmdarı Əlincə qalasına köməklər göndərirdi? Bu da Konstantin, deyil mənim. 7-ci Georg. Georg. hə. Yaxşı, Teymur bitsin Gürcülər. Hansı Şəki hakimi Əlincə qalasına hücum edib Teymuri qoşunlarını qırıb, amma özü də döyüşdə həlak oldu? Əli. Seyid Əli. Seyid Əli, bəli. Hansı hökmdar 14-cü əsrin sonlarında Dərbənd səddində təmir işləri aparıbdı? Əhməd deyil, 4-cü əsrin sonlarında Əhməd idi də Seyid Əli. 14-cü əsrin sonlarında. 14-cü əsr. Aha. 1300 mənim. Əhməd deyil. Əmir Teymur. Sultan Ay. Əhməddə Dərbəndi görmürük. Bəli, Əmir Teymur Dərbənddə yenidən bərpa işləri aparıbdı. Mən Şəki hakimi kimi götürdüm. Hansı hadisəyə görə, yəni nə səbəbə görə Teymur Terek döyüşündə qalib gəlsə də, amma Rusiyaya doğru irəliləmədi? O üsyanlar baş verir. Hələ Rus çarları deyir, Rus kilsələri zəhləri çalıb dualar eləyirdilər. Məncə Bəli. üsyanlar baş verir, qayıdırdılar. Adır kimi oldu. Bəli, Sonra bəli. Teymurun başı qarışdı, Məmləkətdə baş vermiş hadisələr, ona görə də bu proses alınmadı. Bəli, tamamilə doğrudur. Bəs necə oldu ki, Teymur 1400-də Əlincə qalasını ələ keçirtdi? Orada qala içərisində ixtilaf baş verdi. Oğuzları öz aralarında yola gələ bilmədilər. Ona görə də Sultan Əhmədin oğlu götürdü xəzinəni, çıxdı, getdi Bağdada, dağılışdılar. Teymur gəlib deyir, boş, əzəmətli bir qalaya girdi. Bəli. Teymuridən hansı döyüşdən Azərbaycanın şimalından qovuldu? Şimalından 1406-cı ildə. 1405. 5-ci ildə. Düz. Bəli. Hə, Bəs 5-ci. tamamilə qovuldular. 1408-də. 1408 Sədrov döyüşündə. Tamamilə doğrudur. Olsun. Başqa burada nəyi vurğulamaq olar? Terek döyüşü neçənci də baş verdi? 1395. 1395. Şəki və Şirvanşahlar nə vaxt Hülakülərin asılından çıxdılar? Şəki və Ular müəllim. 14-cü 14-cü illərdə. 14-cü əsrin 30-cu 1338. illərində. Səydin Çıxdılar. ölümündən sonra da elə. Bəli. Əbu Səidin ölümündən sonra demək olar ki, Əbu Səidin Qoyun ölümündən bir neçə il ailəsindən sonra da bir də. hökmdar falan gəldi, Arpa xan falan, onlar da çıxdılar, getdilər. Aha, məsələn bildik. Yaxşı. Hansı döyüş sizcə Azərbaycanda demək olar ki, Monqol ağalına son qoydu? Tamamilə o uzun Həsəndən olan. Monqol mənşəli dövlətlərin ağalına son qoydu. Qurqura deyil. Yox, Yox, Uğura qızıl. Azərbaycanda. Hə, Azərbaycanda. Və Ağqoyunlarla apardığı döyüşdə 1468-69-da. 1468-69. Axı Teymurlar Monqol mənşəli deyil. 1410 Əsəd döyüşü. Muğan Əsəddə. Yox. Muğan 1410 döyüşündə Əsəd. deyil. Əsəddə müəllim Cəlalilərin varlığına son qoyuldu da, Əsəd Cəlalə də döyüşü. Monqol mənşəlidir də. Bilirik ki, Muğan döyüşü Monqollar var da 1468. Teymurilərin o Monqollar yox idi axı o vaxtı kimi yox idilər burada. Yox, mən Teymura fikrim gedib. Yox, Monqollar 1239-dan 56-ya qədər Ali Monqol canişi adı altında, 1258-1357-də Hülakülər adı altında, 1359-1410-da da Cəlalilər adı altında. Belə. Həm deyəmə təşəkkür edirik ki, canınız xeyrə qalsın. Müəllim, mən idim, Emin. Mənim adım yadınızdan çıxardırsınız həmişə. Sevinç məndən, yoxsa yox? Aləm qarşı bir-birinə yenə. Elə bizim kimdə siz görüşdürdünüz. Sağ olun. Günorta 10 saat hazırlıqdan sonra olan vəziyyət belə oldu.
Belə. Hələ Başqa hansı Yormayaq müəlliməmiz? onda müəllim sizi. Yox, tələsməyin. Başqa hansısa müəllimimiz var ki, biz keçən dəfə də ona söz verməmişik, bu dəfə də ona söz verməmişik. Yox, elə olmasın da. Başqa 2-3 dəqiqədən heç olmaz. Bütün müəllimlərimizə söz verək. Başqa qalıb elə bir müəllimimiz ki, biz keçən dəfə də ona söz verməmişik, bu dəfə də ona söz verməmişik. Qaldı elə bir müəllimimiz. Qalmadısa, hə, onda başqa məsələ.